Əlimdə gördüyünüz bu təsbih İmam Rızanın zərihinin üzərinə qoyulan güllərdən hazırlanıb. Bilinmir ki, bu təsbihin hər muncuğunda nə qədər hekayələr gizlənib. İmam Rızanın zərihinin üzərinə qoyulan güllər İranın müxtəlif şəhərlərindən müxtəlif xeyriyyəçilər tərəfindən hədiyyə olunur. Hər xeyriyyəçi öz nəzr və niyyəti ilə bu gülləri bağışlayır. Biri övladının şəfası üçün, biri ruzisinin bərəkəti üçün, biri ailəsinin salamatçılığı üçün, hərəsinin bir nəzri var. Beləcə, ölkənin dörd bir yanından gətirilən güllər zərihin üzərinə qoyulur və bir zövqlü insan onları birləşdirərək belə bir təsbih düzəldib. Kim bilir, o güllər zərihin üstündə olduğu zaman neçə-neçə insan gəlib dərdini, sirrini, diləyini imama söyləyib. Bu təsbih özündə minlərlə müxtəlif hekayəni gizlədib.